Salam hörmətli izləyicilər, mən İlfət müəllim, yenə də maraqlı bir sualla qarşınızdayım. Bizim bugünkü sualımız yaş məsələlərlə bağlıdır. Əgər sizin də yaş məsələlərlə bağlı probleminiz varsa, onları həll etdikdə çoxlu vaxt itirirsinizsə, YouTube kanalıma daxil olaraq yaş məsələləri adlı başlıqdan video dərs izahına qulaq asa bilərsiniz. Dərsimiz qısa və əsas hissələri əhatə etməklə sizlər üçün faydalı olmağa çalışmışdır. Gələk sualımıza nəzər eləyək. Bizə bildirir ki, oğul dünyaya gələdikdə atanın 25 yaşı var idi. Neçə ildən sonra ata oğlundan 2 dəfə böyük olur. Deməli, oğul dünyaya gələndə atanın 25 yaşı olur. Və neçəsə il keçib və bu illərdən sonra ata oğlundan 2 dəfə böyük olur. Bunu tapmaq üçün biz belə hesablayırıq ki, atanın yaşı 25-dir. Oğlun yaşı isə 0-dır. Müəyyən zaman keçir aradan. X il. Atanın olur 25 üstə gəl X qədər yaşı. Oğlun yaşı olur 0 üstə gəl X. Atanın yaşı 25 üstə X olaraq qalır. Oğlun yaşı olur nə? X. Deyir, bu illərdən sonra ata oğlundan 2 dəfə böyük olur. Ata oğlundan 2 dəfə böyük olursa, deməli mən neyinə yazıram? Yazıram ki, 25 üstə gəl X bərabərdir nəyə? Oğlun yaşını vururam 2-yə. Bu da o deməkdir ki, 25 üstə gəl X bərabərdir 2X-ə, 25 bərabərdir 2X çıx X, 25 bərabər olur nəyə? X-ə. Demək ki, 25 ildən sonra ata oğuldan 2 dəfə böyük olacaq. Yoxlayaq, 25 ildən sonra atanın olacaq 50 yaşı, oğlun olacaq 25 yaşı. Həqiqətən də 25 ildən sonra ata oğlundan 2 dəfə böyük olur. Video xoşunuza gəldirsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avan olsun. Hələlik.